Bu dərsdə bağlayıcılar vasitəsilə daha uzun cümlə qurmağı öyrənəcəyik. Bağlayıcılarımız and, but, so bunlar olacaqdır. Məqsədimiz nədir? İki fikri birləşdirmək. Yəni iki cümləni birləşdirərək daha uzun və esse üçün uyğun cümlələr qurmaqdır. And əlavə fikir, but, amma, lakin zid fikir bildirir. So buna görə də, ona görə də nəticə bildirir. I study English. Mən ingilis dilini oxuyuram, öyrənirəm. And I practice speaking və mən speaking praktika edirəm. English is difficult. İngilis dili çətindir, but it is interesting. Lakin o maraqlıdır. Baxın, ziddiyyət bildiribdir. Çətindir, amma maraqlıdır. I want to improve my English. Mən ingilis dilimi təkmilləşdirmək istəyirəm. So, buna görə də I study every day. Mən hər gün oxuyuram, öyrənirəm. Cümləni birləşdiririk. Burada praktika üçün cümlələr vermişəm. I study English and I read English books. Baxın, iki cümlədir. İki mübtədası, iki xəbər olan cümlələrdir. Biz bunu mürəkkəb cümlə halına gətiririk. But, amma, English is difficult, but I enjoy learning it. So, I have an exam. Mənim imtahanım var. Ona görə də I study every day. İki sadə cümləni birləşdirib bir mürəkkəb cümlə yaradırıq. Bu da nəyin vasitəsilə? Bu öyrəndiyimiz üç bağlayıcının vasitəsilə. Burada boşluğu dolduracağıq üç bağlayıcıdan istifadə edərək. I like English. Mən ingilis dilini xoşlayıram. I don't like grammar. Baxın, burada müsbət fikir veribdir. Burada isə mənfi fikir veribdir. Təzadlıq, ziddiyyət var. Demək ki, bura mən nə yazacağam? But yazacağım. But. 2-də students read books. Şagirdlər kitablar oxuyur. And learn new words. Və yeni sözlər öyrənirlər. Əlavə olaraq. 3-də the exam is difficult. Çətindir. I will prepare well. Daha yaxşı çalışacağam, hazırlaşacağam. Ona görə də, çətin olduğuna görə. 4-də school uniforms are simple. Məktəbli formaları sadədir. Amma, görsən, burada sadə, mənfi fikir kimi bildirib. Useful da faydalıdır, müsbət. Yəni, ziddiyyət var. Nə yazacaq? But olacaqdır. Bu hissə belə gedəcək. İki cümləni birləşdir. Yəni, bağlayıcılardan istifadə edəcəyik. Yenə eyni məsələdir. She was tired, yorğun idi. She continued study. Oxumağa davam etdi. Bu tərəfdə mənfi fikirdir, bu tərəfdə müsbət. Təzad ziddiyyət olacaqdır. She was tired, but she continued studying. Oxumağa davam etdi. 5-ci hissədə isə ingilis dilinə tərcümə eləyəcəyik verilmiş cümlələri. Mən ingilis dili öyrənirəm. I study English and hər gün kitab oxuyuram. And read books every day. Yenə bağlayıcıdan istifadə edərək tərcümə edirik. Burada esse üçün cümlə qururuq. I think, baxın, is useful, but 5 dənə fərqli cümlədir. Bu formada qurmalıyıq. Boşluqları doldururuq. Final taskda isə school uniforms mövzusunda 6 dənə cümlə quracağıq. 2 and, 2 but, 2 so-dan ibarət. 10 cümlə yazırıq. Ən yaxşı 5 cümləni birləşdirib kiçik paragraf hazırlayırıq. Və bu PDF-in sonunda da bütün bu PDF-də olan tapşırıqların doğru cavabları verilibdir. Bu formada.